ABŞ-ın vitse-prezidenti J.D. Vance səfəri ilə Cənubi Qafqaz bölgəsinə nə gətirdi? Əslində, bu suala cavablanmağa çalışıb. ABŞ vitse-prezidenti J.D. Vance'in səfərini regiondakı siyasi təhlilçilər və medialar bir neçə fərqli rakursdan təhlil edərək, onun həm ABŞ-ın geopolitik maraqları, həm də Azərbaycan və Ermənistanın perspektivləri baxımından effektiv hesab ediblər. Siyasi təhlilçilər ABŞ-ın yeni administrasiyasının beynəlxalq siyasətdə praqmatik yanaşmadan çıxış edərək təhlükəsizlik və mənfəət əldə etmək üçün aktiv siyasət yürütdüyü qənaətindədirlər. Vance nə Ermənistanı, nə də Azərbaycanı dəstəkləyir. O, öz ölkəsinin geosiyasi maraqlarını, bir hissəsinin trip vasitəsilə keçən Orta Asiyadan Avropaya qədər olan maraqlarını təmin eləyir. O, Paşinyanı dəstəkləmir. O, ABŞ-a fayda verən gündəmə xidmət eləyəcək birini dəstəkləyir. Və bu, həm də normal real siyasətdir. Qarşılıqlı münasibət baxımından Ermənistan və Azərbaycan ABŞ üçün eyni müstəvidədirlər. ABŞ vitse-prezidentinin Cənubi Qafqaza səfəri həmçinin bu bölgədən Rusiyanın sıxışdırılıb çıxarılması və Çinin bölgəyə gəlişinin qarşısının alınması, ABŞ-ın mövqeyinin gücləndirilməsi strategiyasının bir hissəsi kimi dəyərləndirilir. Azərbaycan Dövlət İnformasiya Agentliyinə səfəri şərh edən Milli Məclisin deputatı Arzu Nağıyev deyib ki, Cənubi Qafqaz hazırda ABŞ, Rusiya, İran, eləcə də digər qlobal aktyorların maraqlarının kəsişdiyi həssas siyasi məkan hesab olunur və ABŞ-Azərbaycan münasibətlərinin intensivləşməsi Moskva və Tehran tərəfindən diqqətlə izlənir. Səfər Vaşinqtonun Cənubi Qafqaz siyasətində fəallaşmaq niyyətini və Azərbaycanı regionda əsas tərəfdaşlardan biri kimi gördüyünü göstərir. ABŞ prezidenti Trumpın da əvvəlcədən xəbər verdiyi kimi Vance'in səfərinin əsas mövzusu daha çox Ermənistanın Sünnik vilayətindən keçəcək Tramp marşrutunun yaradılması idi. Trip kimi tanınan bu yol əslində şərqdən qərbə gedən orta dəhlizin əsas düyünlərindən sayılır. Ticarət dövriyyəsi 100 milyardlarla ölçülən Çin-Avropa ticarət kommunikasiyası kontekstində dəmir və avtomobil yollarını, həmçinin rəqəmsal infrastrukturu əhatə edən tripin daha rahat multimodal kanal kimi mövqeyi güclənməkdədir. Regionu tədqiq edən ekspertlərin fikrincə, bu yolu nəzarətə götürməklə ABŞ nəinki bölgəyə aktiv şəkildə daxil olur, eyni zamanda da İranın mövqelərini zərbə altına qoyur. Bundan əvvəl Azərbaycanı Naxçıvanla birləşdirən yol İran üzərindən keçirdi və o, tranzit gəlirlərlə yanaşı həm də Azərbaycanla münasibətlərdə alət kimi dəyərləndirilirdi. İndi isə nəinki birbaşa kommunikasiya qurulur, hətta bu yola nəzarət Çinin, Rusiyanın və İranın rəqibi olan ABŞ-ın ixtiyarına keçir. Bəzi erməni təhlilçilər hesab edirlər ki, fevralın 9-da ABŞ və Ermənistan arasında imzalanan nüvə enerjisindən dinc məqsədlərlə istifadə ilə bağlı saziş də Respublikanın Rusiyadan enerji asılılığının azalması perspektivindən xəbər verir. Bundan başqa Yerevan yüksək texnologiya sektorunda Amerikanın Firebird şirkəti tərəfindən Ermənistanda süni intellekt zavodunun və böyük məlumat mərkəzinin tikintisi üçün müqavilələr əldə edib. Ermənistana milyardlarla dollar investisiya və innovasiya gətirəcəyi proqnozlaşdırılan sahələrdəki əməkdaşlıqla bağlı Vance deyib ki, bu səviyyədə investisiya qoymaq və bu cür texnologiyanı transfer etmək üçün Ermənistan kifayət qədər inamlı olduğumuz az saylı ölkələrdən biridir və bütün bunlar baş nazirin liderliyi sayəsində baş verir. Bakıda isə J.D. Vance İlham Əliyevlə Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında xartiya imzalayıb. Ötən ilin əvvəlində Vaşinqton strateji tərəfdaşlıq xartiyasını Yerevanla imzalamışdı. Bakı xartiyası nəqliyyat və enerji sahəsindən tutmuş, süni intellekt və təhlükəsizliyə qədər müxtəlif sahələri əhatə edən strateji əməkdaşlığı nəzərdə tutur. Lakin siyasi təhlilçilər Azərbaycan-ABŞ münasibətlərinin mahiyyətinin hələ ki niyyət üzərində qurulmasına diqqət çəkir. Yəni, Yerevanda əldə olunan əməli razılaşmalardan fərqli olaraq bu səfər Bakı üçün fürsətlər pəncərəsinin açılması kimi dəyərləndirilir və Ermənistanla imzalanan sənədlərin əhəmiyyəti və strateji çəkisi daha yüksək qiymətləndirilir. Bakıdakı açıqlamalardan yaranan təəssüratla ABŞ-ın yeni administrasiyasının demokratik prinsiplərdən geri çəkildiyini deyənlər də var. Məsələn, Qafqaz düyününə müsahibə verən Avro İnteqrasiyası Azərbaycan Milli İctimai Komitəsinin üzvü Toğrul Cuvarlı deyib ki, müxtəlif təşkilatların Vance'dən siyasi məhbuslar məsələsini qaldırması çağırışlarına baxmayaraq, ABŞ vitse-prezidentinin bəyanatlarında və xartiyada demokratiya və insan hüquqları mövzusunun olmaması, ABŞ-ın Cənubi Qafqazda siyasətindəki dəyişiklik ənənəvi qərb dəyərlərinə əsaslanan kursdan praqmatizmə əsaslanan, təhlükəsizlik maraqlarına, infrastrukturun inkişafına və iqtisadi inteqrasiyaya üstünlük verən tərəfdaşlığa keçidi göstərir. Onun fikrincə bu, geosiyasi qarşılıqlıq eləcə də regionda sülhün bərpası və dominantlığını həyata keçirməyə çalışan qüvvələrdən qorunmaq zərurətindən yaranan müvəqqəti geriləmədir.
Yeri gəlmişkən, Azərbaycanda həbsdə olan erməni məhbusların məsələsini qaldıracağını Yerevanda söz verən Vance, Bakıda bu barədə publik şəkildə söz demədi. Lakin erməni televiziyasının suallarını cavablandıran baş nazir Nikol Paşinyan deyib ki, məsələ gündəmdə olub və müzakirə edilib, amma təfərrüatlı məlumat azdır. Ümumilikdə isə o, Vensin səfəri ilə bağlı bildirib ki, tarixdə ilk dəfə olaraq Ermənistan dövləti üçün 99 il müddətinə dünyanın super gücü tərəfindən təminat verilmiş perspektiv əldə olunub. Azərbaycan prezidenti İlham Əliyev isə Venslə görüşdən sonra verdiyi bəyanatda bildirib ki, biz müdafiə məhsullarının satışı sayəsində yeni səhifə açırıq və bu həmçinin perspektivlidir. Əlbəttə ki, süni intellekt mərkəzlərinin yaradılması bugün iki tərəfli gündəliyimizin bir hissəsidir və Amerikanın aparıcı şirkətləri ilə işbirliyi quraraq artıq ilkin nəticələrimiz var. Liderlərin Yerevandakı görüşündən sonraki brifinqdən fərqli olaraq Bakıda mətbuata sual vermək imkanı yaradılmayıb. ABŞ-ın vitse-prezidentinin Ermənistanla Azərbaycana səfərinin nəticələrini təhlil edən Xəzər Analiz və Tədqiqat Mərkəzi yazır ki, Azərbaycanın uzun illərdir ABŞ demokratlarının ermənipərəstliyi haqqında apardığı təbliğatın əksinə olaraq respublikaçılar Ermənistana dəstək məsələsində daha real siyasət yeridir. Car Center 8 avqust Vaşinqton razılaşmasından öncə Azərbaycan hakimiyyətinin Zəngəzur və Qərbi Azərbaycan torpaqları kontekstindəki aqressiv ritorikasını xatırladaraq qeyd edir ki, Trump bütün bunlara son qoydu. Zəngəzur dəhlizi ilə bağlı mübahisələr bağlandı və bu məsələ tamamilə ABŞ-Ermənistan ikitərəfli əməkdaşlığının bir istiqamətinə çevrildi. Məhz ABŞ-ın təsiri ilə Bakı bəzi erməni məhbusları azad etmək, Ermənistanla iqtisadi kooperasiyaya başlayaraq ona yanacaq göndərmək kimi daxildə populyar olmayan addımlara getməyə məcbur oldu. Bu tip addımlar davam eləyəcək. Car Center onu da yazır ki, ABŞ-Azərbaycan strateji tərəfdaşlığı hələ yeni başlayır və imzalanmış xartiya vacib olsa da, onun iki tərəfli əlaqələrdə radikal keyfiyyət dəyişikliyinə gətirəcəyini söyləmək mümkün deyil.